Yadınızdasa bu avtomobil servisə gələndə biz bunun videosunu çəkdik. Avtomobilin xırda bir zədəsi var idi və avtomobil Akay Avtoda tam şəkildə təmir olundu və ideal bir vəziyyətə gəldi. Hətta onu deyim ki, biz bu avtomobili alarkən özümüzə uyğun seçmişdik, amma bir qardaşımız da bu avtomobil elə gəldi, açar təhvil maşını aldı. İndi maşını sizə göstərim. Maşın paylovkası, ximçiskası, hər bir şey olunub. Zədəsi də arxa tərəfdəndir. Gəl arxa tərəfində göstərək. Hansı ki, videoda demişdim, Naid, oranı çəkmə, Naid. Yəni, maşın çiçək kimdir, o tərəfə keçmə. Bax, həmin hissədir, gördüyünüz kimi. Yəni, bu kurlo dəyişməyib, öz kurlosudur, düzəldi, təmir olundu. Avtomobil elə nömrə ilə birlikdə, qaraj 44-dən xatirə olaraq nömrə ilə birlikdə satıldı. Onu da sizə deyim ki, yəni, belə avtomobilləri istəsəniz bizimlə əlaqə saxlaya bilərsiniz. Hətta bizdə belə bir şey də var ki, açar təhvil maşın satırıq. Yəni, necə? Deyək ki, avtomobilin zədəsini hesablayırıq, bütün xərclərini hesablayırıq, üzərinə gəlirik, avtomobili ölçəyə gətiririk, servizdə tam şəkildə avtomobili düzəldirik. Müştəriyə, yəni, belə deyim də, bir dənə gəl salonunu çək. Bax, belə yəni, təmiz, sanki avtosalondan yeni çıxmış kimi tam şəkildə təhvil verilir.